En çox soruşduğunuz sual cavablandırıram. 5, 6-cı sinif Game Changer dərsliyi, 7-ci sinif Shape-It dərsliyi və 8-ci sinif dərsliyimiz əsasında yazdığım 5-8 qrammatika kitabımın tərkibində 70 qrammatik mövzu, 12 min çalışma və test var. Əvvəlki nəşri azdan çoxdan bilənləriniz bilir ki, içərisindən tanışsınız. Ona görə də mən burada əlavə olunmuş yeniliklər haqqında danışacağım bugün. Bu kitabı alıb istifadə elədiyiniz zaman il boyu işlədəcəyiniz KSG və BSG materiallarını QR kodu oxutmaqla əldə edə biləcəksiniz. Və bundan əlavə, məktəb dərsliklərinin bütün bölmələr üzrə sinonim və antonim lüğətini vermişəm. Hər bir sinonim və antonimi öyrəndikdən sonra çalışmalar, sinonim və antonim lüğətinə aid çalışmalar gəlir. Baxın bu hissəyə. Bütün 12 dənə çalışma var hər birində. Daha sonra isə vokabüləri test başlayır. Hansı ki, yenə də sinonim və antonimi möhkəmləndirmək üçün nəzərdə tutulub. Bu təkrarlanır hər unit üzrə. Diqqət edin, 5-ci sinif Game Changer dərsliyinin 2-ci bölməsi English Everywhere başlığı altındadır və həmin hissənin sinonim lüğəti, antonim lüğəti, daha sonra çalışması və testi eyni qayda aiddir. 6-cı sinifə, 7-ci sinifə və təbii ki, 8-ci sinifə. Kitabımız başlayır səviyyə yoxlama testi ilə. Hansı ki, şagirdlər hazırlığa gələn zaman bizə lazımdır ki, onların səviyyəsini bilək, müəyyən eləyək ki, hər şagird hansı qrupa uyğundur, onu təyin eləyə bilək və bunun üçün sizə 60 dənə olan səviyyə yoxlama testi yardım eləyəcək ki, uşaqların səviyyəsini ayırd eləyə biləsiniz. Kitabın bütün hamısının cavabları kitabın arxasında mövcuddur. Öncə mündərcəhdən başlamaq istəyirəm. Baxın, səviyyə yoxlama testi ilə dedik ki, başlayır. Daha sonra bütün 5-ci sinif Game Changer'da olan bütün qaydalar və çalışma və testlər buradadır. Daha sonra Trials hissəyə diqqətinizi çatdırım. Hər bir kitabın sonunda 5 sınaq imtahanı var. Hər birində tərkibində testlər var. Daha sonra Game Changer'ın dediyim kimi sinonim, antonim lüğəti və bitir. Daha sonra başlayır 6-cı sinif. Eyni qaydada 6-cı sinifin tərkibində olan bütün qrammatik mövzuların hamısı verilib. Sinonim, antonim lüğəti, axırda görürsünüz vokabüləri test. Və 6-cı sinif Game Changer 8 unitdən ibarətdir. Keçdik Shape-It dərsliyinə 7-ci sinif. Kitabı hissəsi 4 hissəyə ayırmışam. Bütün siniflər üzrə ayrı-ayrıdır. Shape-It dərsliyinin mövzuları, bu mövzuları xüsusi diqqətinizə çatdırmaq istəyirəm. Love, like, don't mind, hate plus ing, should, must modal feilləri, onların testləri, future simple tense form, zero first conditionallar, present perfect, onun mix testləri, present və future possibility uşaqların ən çox çətinlik çəkdiyi mövzulardan biridir. Yetər qədər test və çalışma ilə bu mövzunu dəstəkləmişəm. Daha sonra future prediction, will, want, may, might, could və s. birləşmələri, infinitive of purpose, reflexive pronoun, to be going to, indefinite pronoun,